getir lan. Vurmuştu lan Sami'ye. O böyle keçidi vardı orada. Həmişə demişəm də, bu Qarayevdir, Neftçilərdir, Əhmədlidir, Həzi Aslanov arasıdır. Burada maksimum ehtiyatlı olmaq lazımdır. Buradakı piyadalara hələ güncəlləmə gəlməyib. İndi orada videoda başa düşdüyüm kimi, bir mənə qayıdıb deyir ki, yol verirlər, keçirəm də. Yaxşı, birinci növbədə sənin yol verən sürücünün boynu yerə soxulur ki, eləsin yolda sən yol verir. İkinci növbədə sənin məsuliyyətin harada qalıb ki, 10 metr sənin yanında piyada keçir, qala-qala sən sürücülərin risk atırsan. Sənin həyatın, sənin kimin həyatı, Allah olsun, mənim vecimə deyirsən, öləcəksən, qalacaqsan, şikəst olacaqsan, 1 qram vecimizə deyir. Sürücüləri bədbəxt edirsən. Və sən bir dənə maşın yol verir, o demək ki, bütün trafikin yol yağıb sənə yol verməlidir. Bu iki şahəri, üç sovaqlı yollar var da, sən bir bax ki, əmin ol ki, həqiqətən hamı sənə yol verir, sonra yolu keçirəm. Bizə niyə stres yaşadırsak, imkan verir, normal yolunu sürürsə, o deyirlər ki, motosiklet sürücüləri elə, motosiklet sürücüləri belə. Orada da mənim sürətim 60-dan yuxarı deyil, 58-60 idi mənim sürətim. Videoda ola bilsin, bəhk görsənir. Xahiş edirəm, orada heç kim mənim haqqıma gelib yazmır ki, sən bəhk gəlirdin, saxlaya bilərdin. Orada tormuzu verdim, sürüşdü. Tormuzu verdim, sürüşdü gəldi şeyin üstünə, bir xanımın üstünə. Bu maşınla motosikletin tormuzu bir deyil. Bu tormuzu versən sürüşür. Mən elə fikirləşdim ki, bu siqnalı eşidib dayanmadım. Mən bir damcıqı sonra qatladım. Bu da daha gəldi sol tərəfə. Eləməyin də belə xahiş edirəm sizdən. Nə olar axı? Bizi də nəzərə alın da. Özünüzü fikirləşmişsiniz, bizi fikirləşmək olmasa.